Kimi istiyorsunuz? Evin kişisini soruşanlar. Abbasqulu Bey'in nazı ile çok oynayır ya, Kerbelayı. Biz dost kapısına gelmiştik Veli. Düşman bilseydik ayrıca gelerdik. Salam dostlar. Bugün size Azerbaycan kino tarihinin en meşhur obrazlarından biri olan Axırıncı Aşırım filmindeki Abbasqulu Bey hakkında çok maraqlı və müəmmalı həqiqətlərdən danışacağıq. İllərlə insanlar düşünürdü ki, filmdə göstərildiyi kimi Abbasqulu Beyi qəmlə öldürüb. Amma tarixçilərin araşdırmaları və müxtəlif mənbələr bu hadisənin tam başqa cür olduğunu göstərir. Bizi silahsız görüp elə cəsarətlənmisən? Yoxsa belə vəziyyət özünü qəhrəman hesab edirsən? Bu saat seni o dünyaya gönderirim. Orada kahramanlıktan dan vurarsan. Buna göre hükümete cevap vermeli olarsa. Hansı hükümet? Kalkozda kurduğun o hükümeti deyirsən? Bolşeviklerin boş danışığında hükümet kurma olmaz. Əlimdə ixtiyar olsaydı, sənin dilini boğazından çıxartardım. Əsl adı Abbasqulu Bey Şadlinski olan bu şəxs 20-ci əsrin əvvəllərində Vedibasar bölgəsində yaşayan Azərbaycanlıların müdafiəsində mühüm rol oynayıb. O, Qırmızı Tabor adlı silahlı dəstəyə rəhbərlik edib və Daşnaq qüvvələrinə qarşı döyüşüb. 1971-ci ildə çəkilən Axırıncı Aşırım filmində isə hadisələr bir qədər dəyişdirilərək təqdim olunub. Filmə görə Abbasqulu Beyi qəmlə öldürür. Bu səhnə o qədər təsirli alınmışdı ki, illərlə insanlar bunu həqiqət hesab edib. Amma bəzi araşdırmalarda bildirilir ki, Abbasqulu Bey əslində pusqu nəticəsində öldürülüb və onun ölümündə erməni daşnaq dəstələrinin rolu olub. Hətta bir çox tarixçilər Sovet dövründə millətlər arası qarşıdurmanı açıq göstərməmək üçün hadisələrin dəyişdirildiyini deyirlər. Ən maraqlı məqamlardan biri isə budur ki, filmdə qəmlo mənfi obraz kimi göstərilsə də, real həyatda bu obrazın tam olaraq kim olduğu barədə dəqiq məlumat yoxdur. Cevapxanası, topxanası var. Hani senin paytaxtın? Hani topxanan? Tələsmə, görəcəksən. Bir kez seni o günü görmek kısmet olmayacak. Elə sizin də ömrünüzə şahid olmayıb. Yəni film bədii əsər olduğu üçün bəzi personajlar dəyişdirilmiş və dramatik formada təqdim edilmişdi. Abbasqulu Bey Şadlinski sadəcə döyüşçü değildi. O, bölgədə yaşayan insanları qorumağa çalışan nüfuzlu bir şəxs idi. Onun adı sonradan xalq arasında qəhrəman kimi yadda qaldı. Hətta bugün belə bir çox insanlar onu Azərbaycanın unudulmayan tarixi simalarından biri hesab edir. Hala, evinde adam gizlersen? Hani ya? Kimi deyirsən, Qəmlo? Hadi özü Türkülüye vurma. İmanın arvadını deyir ha. Gücü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin evini arvaddan çıxmazlar. Bu bir qeyrətliydi, bir namusludur. Filmdəki məşhur səhnələr, xüsusilə Abbasqulu Beyin ölümü Azərbaycan kino tarixinin ən təsirli anlarından biri sayılır. Buna görə də Axırıncı Aşırım illər keçsə də insanların yaddaşından silinmir. Bəs siz necə düşünürsünüz? Videonu bəyəndinizsə kanala abunə olmağı, videonu paylaşmağı və fikirlərinizi şərtə yazmağı unutmayın. Bizim məqsədimiz Azərbaycan tarixini və kino irsimizi yeni nəsillərə tanıtmaqdır. Əllərinizi qaldırın! Abbasqulu Bey.